Pensiya məsələlərinə görə fikir bildirmək üçün ilk növbədə bu sadə mexanizmi bilmək lazımdır. Ölkədə işləyənlərdən toplanan sosial sığorta və digər ödənişlər elə həmin dövrdə pensiyaçılara verilir. Amma əsas problem budur ki, yığılan pul verilməli olan puldan azdır. Ən pisi və qorxulusu da odur ki, bu fərq getdikcə böyüyür. Aspolitika bildirir ki, bu fikirləri tanınmış iqtisadçı Eldəniz Əmirov sosial şəbəkə hesabında paylaşıb. İqtisadçı xatırladır ki, ötən il pensiyaları ödəmək üçün 1,2 milyard manat çatmamışdı və bu fərq dövlət büdcəsindən transfer olunmuşdu. Onun sözlərinə görə bu il isə bu çatışmayan pul daha 400 milyon manat artaraq 1,6 milyard manata çatıb. Çünki 2025-ci ildə fonda 6 milyard yığılması gözlənildiyi halda fondun verilməli olduğu pensiya məbləğini 7,6 milyard manat yüksəldib. Göründüyü kimi fərq ildən ilə böyüyür və bu prosesin hansı istiqamətə getdiyini çox açıq göstərir. İqtisadçının sözlərinə görə ən diqqət çəkən məqam 2026-cı ildə dövlət büdcəsinin artım tempi cəmi 0,3% proqnozlaşdırılmasıdır. Daha ətraflı məlumatı aspolitika.info saytından əldə edə bilərsiniz.